Salam əziz şagirdlər, 12 aprel 2026-cı il 9-cu siniflər üçün olan ingilis dilinin test tapşırıqlarının izahını verirəm. İlk qısa mətnlərdən başlayırıq. 5-ci sualda yazıb ki, əziz hekayə yazarlar, siz deyir, ədəbiyyat haqqında daha çox öyrənmək marağındasınız. Bunun üçün deyir, bizim deyir, ədəbiyyat, yəni aşiqləri olan kursuna daxil olun, yəni əsasları, vacibləri olan bu şənbə saat 10-da olacaq səhər-səhər. Siz deyir, asan metodları hekayə yazmaq üçün, uşaqlar üçün hekayə yazmaq üçün asan metodları öyrənəcəksiniz. Kurs deyir, hər kəsə açıqdır. 18 yaşından əbov yuxarı bu şansı itirməyin öz bacarıqlarınızı inkişaf etdirmək üçün və kursa baş çəkin heç bir ödəniş eləmədən. A variantı yazıb ki, kurs uşaqlara kömək edir inkişaf etmək üçün, onların hekayə söyləmək bacarığı səhvdir. B variantında yazıb ki, təşkil edir, ödənişsiz kurslar təşkil edir hekayə yazarlar üçün. Bu B variantını saxlayaq. C variantında bizə qeyd eləyir ki, kurs deyir, tələb edir, biraz ödəniş tələb edir. Xeyr, bu da yanlış variantımız deyə səhvdir. Sonra daha sonra keçdik. Növbətinə D variantında deyir ki, uşaqları öyrətmək istəyir necə hekayə yazmağı. Xeyr, 18 yaşdan yuxarı deyirdi. Y variantı yazıb ki, kurs deyir, hər şənbə günü olacaq. Bu da qeyd edib, iminli şənbə gününü demir, bu şənbə deyib saat 10-da. Ona görə ən gözəl cavabımız B variantıdır. Ödənişsiz kurs təşkil edir hekayə yazarlar üçün. Cavabımız B variantımızdır. Növbəti testə baxırıq. Deyir ki, burada əziz alıcılar, biz deyir, sizi məlumatlandırmaq istəmiz ki, mağazamız bağlanır bugün saat 5-də, axşam saat 5-də. Burada təmizlik və tikinti işləri gedəcək. Zəhmət olmasa deyir, bazarlığınızı ondan əvvəl bitirin. Təşəkkür edirəm anlaşdığınız, yəni başa düşdüyünüz üçün. Ən yaxşı arzularla menecer bunu deyir. Deyir, sabah mağaza bu səhvdir, sabah deyil. Burada today dediyinə görə A variantımız səhvdir. B-də deyir ki, tikinti deyir, sabah axşama kimi davam edəcək. Xeyr, o haqda məlumat yoxdur. C-də deyir ki, menecerdir, elan edir, endirim. Xeyr, endirim yox idi. D-də alıcılar bazarlığa başlaya bilərlər. Saat 5-dən sonra bu da səhvdir. Alıcılardan xahiş olunur, bazarlıqlarını 5-ə kimi qutarsınlar. Düzgün cavabımız Y variantımız olacaq. İkinci suala baxırıq. Əzizim Emrah, təşəkkür edirəm deyir. Mənə riyaziyyat ev tapşırığına keçən həftə kömək elədiyinə görə mən sənə görə yaxşı qiymət aldım. Demək, bu riyaziyyatdan keçən həftə ona kömək elədiyinə görə yaxşı qiymət alıb. Deyir, növbəti həftədə deyir, mənim təbiətdən deyir, imtahanım olacaq. Gəl görüşək birlikdə deyir, yenidən deyir, öyrənmək üçün. Bunu da deyən Emmadır. A-da deyir ki, Sarah deyir, Emma'ya növbəti həftə ev tapşırığında kömək etmək üçün görüşmək istəyir. Xeyr, bu görüşmək istəyən Sarahdır. Emmadır, səhvdir. Ona görə A. B-də Sarah Emmadan deyir, riyaziyyatda uğurlu olmağını arzu. Xeyr, artıq yaxşı eləyib testini təbiətdən istəyir. Emma nail olur yüksək nailiyyətə təbiət ev tapşırığını. Xeyr, təbiət hələ verməyib. D-də deyir, Emma Sarah'a uğurlu olmağını nədir? Kömək etdi. Xeyr, Emma kömək eləmədi. Sarah ona kömək eləyib riyaziyyatda. Emma Sarahdan ona təbiət fənnindən oxumaq üçün kömək xahiş edir. Düzgün cavabımız Y variantımızdır. Növbəti sualımız isə mətnə başlayırıq. Burada əjdahalar haqqında danışır. Hansı ki, dünyanın ən böyük heyvanlarından biridir. İnanılır ki, həmin bu əjdahalar Avstraliyadan İndoneziyaya gətirilib 1000 illər əvvəl. Bu heyvanlar deyir, 3 metrə qədər tullana bilirlər. Üzr istəyirəm, 3 metrdən yuxarı böyüyə bilirlər. Onlar həmçinin çox ağırdılar. Onlar deyir, eyni çəkidə olurlar panda ayları ilə. Bu draqonlar, əjdahalar daha doğrusu əla deyir, qoxu hissləri var. Onlar istifadə edirlər dillərindən, burunları əvəzinə qoxu almaq üçün dildən istifadə edirlər. Bu əjdahlar çox yaxşı ovçulardır. Onlar deyir, heyvanları görə bilirlər. Ovlamaq istədiyi heyvanları 4 kilometr uzaqdan görə bilirlər. Onlar deyir, əjdahaları nədir, ovçuluğuna görə, təhlükəli ovçuluqlarına görə tanınırlar. Onların hətta zəhəri var ağızlarında və ovladığı heyvanı öldürə bilirlər. Bu maraqlı faktdır ki, bu əjdahalar bir-birlərini də həmçinin yeyə bilirlər və daha böyükləri isə balacalarını yeyirlər. Bu əjdahalar uzun müddət mövcud ola bilmir. Onlar adətən qalırlar, insanlardan uzaqda qalırlar. Vulkanlar, zəlzələlər və yanğınlar təhlükəlidir bu heyvanlar üçün. Onları qorumaq, Milli Parkda 1980-ci ildə yaradılıb qorumaq üçün. Bu park deyir, bir neçə adalar, İndoneziyanın adaları da daxildir da, yəni bu əjdahaların yaşadığı yerə. 8-də soruşu əjdahalar yazıb ki, 1 metrə qədər böyüyə bilirlər, amma 3 metr demişdi. Ona görə A variantımız səhvdir. B-də
deyir ki, 4 kilometr uzaq məsafədən bir-birlərini saxlayırlar, səhvdir. Onların dilində deyir ki, qoxu hissi var. Bəli, bu cümləni burada qeyd eləmişdi. Birinci abzasın sonunda onların burunlarının əvəzinə dillərində var. Düzgün cavabımız C variantı idi. 8-ciyə baxırıq. Komodo əjdahaları daha doğrusu necə ovlayırlar? Onlar yazıb ki, zəhərlər də vardı dişlərində. Onlar bir-birlərinə uzaq məsafədən ovlayırlar. Sonra C-də yazıb ki, əjdahalar deyir, burunlarından istifadə edirlər. Xeyr, səhvdir, dil idi. Onlar heyvanları daha balaca öldürmək üçün daha balaca komodo əjdahalarını heyvana verirlər. Xeyr, səhvdir. Onlar istifadə edir zəhərlərindən ağızlarında digər heyvanları öldürmək üçün. Burada həmin cümlə vardı. Qoyun mən sizə lap rahat tapım. Sizə göstərim. Onların hətta deyir, mouse ağızlarında, bəli, zəhərləri də var. Düzgün cavabımız burada olacaq. Y variantımız. 10-cu testə baxırıq, səhvi tapırıq. Əjdahalar deyir, İndoneziyadan gəlib. Xeyirli səhv variantımız budur. Burada məncə qeyd eləmişdi. Qoy bir dənə mətnə bir də diqqətlə baxım. Burada qeyd eləmişdi ki, Avstraliyadan İndoneziyaya gəlib. Bizim A variantımız səhv variantımızdır burada. Çünki İndoneziyaya gəlmişdi. Sonra 11-ci testə baxırıq, mətn nə haqqındadır. Burada əjdahadan danışdığımıza görə C variantımız ən böyük heyvanlardan biri. Çünki adı yazıb ki, qoxu hissi olmaz, İndoneziya adaları olmaz, Avstraliyanın təbiəti, bir də ki, əjdahaların ovlama yolları. Ovlama yolları haqqında geniş biz bir dənə ikinci abzasdan gördük. Sonra növbəti suala baxırıq. 12-ci suala, açıq sualımıza. Milli parkı deyir, yaradılıb 20-ci əsrin sonunda. Burada da qeyd eləyib 1980-ci ildə. Bəli, 20-ci əsrin sonudur. Ona görə bir düzgündür. Bizə düzgünü onsuz da deyir tap. Bir düzgün variantımızdır. 2-də qeyd edilib ki, əjdahalar çox mehribandır, xeyr, səhvdir. 3-də bütün İndoneziya adalarına daxildir həmin milli park, xeyr, bir neçə demişdi. Əjdahalar deyir, protection, qoruma altındadır. 4-də düzgün variantımızdır. Cavabımız 1-4 olacaq. Keçdik qrammatika suallarımıza. 13-cü sualdan başlayırıq. Noisy səsli sözünün antonim istəyir. Sakit sözümüzü götürsək, düzgün cavabımız burada olacaq D variantı. O qərara alır. Bu bizim Ceyront qaydamıza aid bir testimizdir. Qərar almaq sözü özündən sonra məsdər tələb edir. Ona görə də 1-3 variantımızı götürəcəyik. C variantı. Başqa cür necə ixtisar eləyə bilərdik? Yadınızı saxlayın ki, 2 fe'l yanaşı gələrsə, bu ikinci fe'l ya məsdər olmalı, ya Ceyront. Burada da 2-yə baxırıq. Nə məsdər deyir, nə Ceyront. 4-də həmçinin. 15-ci testə baxırıq. Boy verdiyinə görə təkdədir. Burada nəyi düzəltməliyik? O haqda mən buka görə təkdə olduğuna görə, isim olduğuna görə mine ixtisar olunar. Bir də hers ixtisar olunar. İkinci tərəfdə də yenə müstəqil bizə lazım olduğuna görə bir dənə düzgün variantımız B variantıdır. His və mine cavabı. 16-cı testə baxırıq. Uzlaşma qaydasıdır. Testə baxırıq. Ofun əvvəlində van verdiyinə görə iz verib düzdür. İkincidə ofun əvvəli cos təkdədir, iz verib, bu da düzdür. 1-2. George və mən deyir, was deyil, V olmalıydı. Page cəmdədir, is deyil, R olmalıydı. Ona görə cavabımız 1-2 D variantı. 17-yə baxırıq. Sənin deyir 4-cü sinif müəllimin, yəni ki, kim idi soruşur. Çünki cavabında insan adı çəkir. A variantımız. 18-ə baxırıq. Zamandır, at the moment hal-hazırda verirsə, is singing B variantını götürərik. Sonra 19-a baxırıq burada. Deyir, biz çox yaxşı oynadıq, qalib gəlmədik, lakin qalib gəlmədik. A variantını götürərik. 20-yə baxırıq, söz önü qaydasıdır. Deyir ki, bu qış deyir, mən xalamgildə və yaxud da bibimgildə qaldım, ət götürərik. Əgər insan versiyada biz götürərdim. Digər tərəfində isə for-la götürərik, çünki zaman ifadə eləyir. Ona görə düzgün cavabımız burada olacaq. C variantı. Növbəti 21-ci testimizə baxırıq. Məhsul növdə olan düzgün cümləni seçdir. To be üstə gələk participle to axtarmalıyıq. A səhvdir, B-də də yoxdur. C variantında to be yoxdur. D variantında izi versə də fe'li sifət yoxdur. Y variantı düzgün cavabımızdır. Növbəti 22-ci testə baxırıq. 22-də uyğun sözlərin definitionu, yəni tərcümə mənasını tapmalıyıq. Birinciyə worry, narahat olmaq deyirsə, 100% burada bad sözünə görə B-ni götürəcəyik. İkincidə scream, qorxmaq deyirsə və yaxud da qışqırmaq, ucadan qışqırığa görə A-nı götürərik. Üçüncüdə K və örtmək mənasını ifadə eləyir. Bir şeyi nəyinsə üzərinə qoymaq mənasında da olacaq C variantı. B, A, C olacaq burada Y.
23-cü testə baxırıq. Əzəz verdiyinə görə addırac axtarsaq D variantı. Növbəti 24-cü testə baxırıq. Yenə 2 definition verib bizə keçən dəfəki kimi. Ennoy bezdirmək deyirsə, burada angry B-ni götürərik 1-ə. Fright qorxuzmaq deyirsə, feel afraid C-ni götürərik. Proof sübut etmək deyirsə, nə isə həqiqət olan bir şeyi göstərmək A variantı. B, C, A. Üzr istəyirəm. B, C, A. Biz yəqin ki, burada B variantı olacaq bu. B, C, A, B variantımız. Növbəti testə baxırıq. Bizdən negativ, inkar mənalı sözləri soruşur. Embraced utanmış olar. Peaceful 100% olmaz. İçən atırıq. Confident inamlı olmaz. Creative yaradıcı olmaz. Amma disrespectful hörmətsiz olar. Cavabımız olacaq burada 1, 5 variantımız.